Salam, mən Şəfəq. Və mən Fərid. Bugün Türkiyə universitetləri ilə bağlı bir neçə sual cavablandıracağıq. İlk sualım bundan ibarətdir ki, Fərid bəy, Türkiyə universitetlərinə qeydiyyat nə zaman başlayır? Türkiyə universitetlərinin qeydiyyat prosedurunu iki yerə bölmək olar. Vakıf və dövlət universitetləri. Vakıf universitetlərinə bakalavr üzrə qeydiyyatlar yanvardan sentyabr ayına qədər davam eləyəcək. Artıq başlayıb müraciətlər. Dövlət universitetlərinin qeydiyyat isə may, iyun, iyul və avqust aylarına təsadüf edəcək. Ona görə artıq vakıf universitetlərinə müraciət edə bilərsiniz. Dövlət universitetləri istəyirsinizsə, maydan etibarən artıq müraciətlərə başlamaq olar. Bəzi universitetlər var ki, artıq qeydiyyatlara başlayıb. Burada həm dövlət, həm vakıf universitetlərini demək olar. Hər bir universitetin qeydiyyat tarixləri, müraciət tarixləri fərqlidir. Ona görə də istədiyiniz universitetlərini doğru seçib, ona uyğun müraciətlərinizi aparmalısınız.